Çingiz Fuadoğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbiçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 1985-ci ildə yaratdığı Cəngi birlikdəliyi fəaliyyəti ilə Azərbaycan gənclərinin liderlik səviyyəsinə yüksəlib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkləri Amerika və Avropanın aparıcı teleagentliklərinə və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahəddə olaraq 215-ci KL studiyasına muxtar qurum yaradılması təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəhbədən olduğuna görə 215-ci KL studiyası tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər. Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrdən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yaranırdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalda səhdlikləri ilə tanıdı. Çingiz Mustafayevin məhz Xocalda səhdlikləri Ermənistanın imicini bütün dünyada ciddi sarsıntıya məruz qoydu. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit, hətta bir komandan kimi bir çox vəzifələri özlərinə götürürdü. Laçından çıxan əsgərlərlə onları geri qaytarmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərə yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yaxın teletarixin ən dramatik səhifələrindəndir. Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci il iyul ayının 15-də Ağdamın Naxçıvani kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kamerasını söndürmədi. Bu həm də onun ölümündən sonra yaşayacağına işarə idi. Çingiz Mustafayev 1993-cü ildən Azərbaycanın milli qəhrəmanıdır.